Salam, axşamınız xeyir. Bugün mən sizə X-Soxunda onun müxtəlif çətin üsulu qrafik verəndə o X-Sox istiqamətə yoxsa əksinə bərabər yavaşlanma, bərabər yenilənmə olduğunun asan üsulunu deyəcəm. Öz metodumu deyəcəm. Bu sürüşdürmə metodudur. Sürüşdürmə metodu nədir? Baxın, sürüşdürmə metodu odur ki, buradan başlayanım. Baxın, bu buradan başlamayıb. Onu biz sürüşdürəcəyik, aparacağıq. Baxın bura. Baxın, burada deyil, bu belə gəlmir. Onu X-Soxuna, o oxuna sürüşdürəcək. Baxın bura. Burada aşağıda çəkirəm düz variantı. Bunun birinci hissəsini. Baxın buranı. Baxın, sürüşdürürəm bura. Oldu belə. O oxuna sürüşdürəndə. Bu olacaq birinci hissəsi. X-Soxu istiqamətində bərabər yavaşlayan. Nəyə görə yavaşlayan? Çünki biz bunu tamamlasaq, ardını görəcəyik sıfıra gəlir. Sıfıra gəlmək nə deməkdir? O deməkdir ki, hərəkət azalır, sıfıra yaxınlaşır. Bərabər yavaşlayan hərəkətdə də sürət azalmalıdır, yavaşlamalıdır. Ona görə bərabər yavaşlayan hərəkətdir. Yeniləşən hərəkətdə isə, baxın, indi bu ikinci hissəsi var. Bu ikinci hissəsi yenə gətirib sürüşdürəcəyik. Baxın bura. Bax, buradan olacaq. Olacaq, buradan oxunacaq. Olacaq X-Soxu əksinə. Bu 1, bu 2. 2 olacaq X-Soxu əksinə bərabər yeniləşən. Və yaxud istəsəz bu X-Soxunu da sürüşdürə bilərsiniz. Baxın, bu var ya, bu. Bu X-Soxunu da sürüşdürə bilərsiniz. Necə? Gətirirsiniz bura. Bu X-Soxunu, baxın, gətirirsiniz bura. Baxın, belə. Yenə həmin şey oldu. Bax, X-Soxu istiqamətində bərabər yavaşlayan, bunu yenə burada sürüşdürəndə yenə olur. X-Soxu əksinə bərabər yeniləşən. Bu qədər. Zəhmət olmasa videomuzu like, yorum yapmağı unutmayın. Əgər video sizə maraqlı gəldisə, daha başqa üsulları görmək istəyirsinizsə, digər dəstənin üsullarını görmək istəyirsinizsə, abunə olmağı unutmayın.